Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi Zülfiyə xanım Vəliyeva. Sizin alqışlarınızla hoş geldiniz. Ya Rabbim, ya Resulallah, ne güzel bir manzara. Bütün Azerbaycan bugün can atır Qarabağ'a, Şuşanı görmeye, Xankəndində olmağa. Bunu bize bəxş edən bizim canıyla, qanıyla, bütün varlığıyla qurban olan evladlarımız, şəhidlərimiz, qazilərimiz, bütün xalqımız, dövlətimiz və millətimizin birliyi bizə bu qələbəni yaşamağa imkan verir. Qarabağ, o Qarabağ ki, mən Qarabağ haqqında neçə onun mədəniyyəti, hatırat yazılarım var, onu qrupa atılacaq, təqdimatlar var. Vaxtınızı almaq istəməmək şərti ilə, gözəl xanımlar, istəyirəm ki, hamı bir şeyi yadda saxlayaq. Danışmanda heç vaxt unutmayın, deyin şəhid valideynləri, şəhidin atası var, şəhidin anası var, yarı var, yoldaşı var, evladı var. Gəlin deyin şəhid ailəsi, ona görə ki, atalar ağlaya bilmir. Sadece ürəyi partlayır, ölür. Bir qadın olarak biz dözümlüyük. Ağlaya da bilərik, dözə də bilərik. Bax, bunu unutmayaq. Allah gözəl yarattı. Bizə gözəl bir məmləkət bəxş edib ki, yeryüzündə bir cənnət məkan və onun təm mərkəzində Qarabağ. Qarabağın elmi, mədəniyyəti, digər xüsusi əlamətli yazı fəaliyyəti ilə bütün dünya tanışdı. Bugün burada bizim gözəl psixolog hanımımız danışdı. Sadəcə bir məqam demək istəyərdim. Görün Allahın mərhəmətinə bax. 30 il bundan qabaq Qarabağ torpağı işğal olundu və ilahi digər elm xadimləri içərisində Qarabağda, Ağdamda, Şelli Qaradağda dünyaya gələn tip təhsilli Yaşar İbadov adlı elm adamına elm bəxş elədi. Alternatif psixoloji elmi bugün bütün dünyada Oxford Akademiyasından belə şöbələr yaranır. Bu bizim en büyük uğurumuz değil. Buna sevinməmək olar. Amma biz qələbə qazanmışıq. Allahın izni, dövləti, milləti, xalqın birliyi ilə. Unutmayaq bircə kəlmə. Dəyişilmir qara keşiş. El götürməz kısmetindən heç dəyişməz məqsədindən. Onda heç bala sevgisi dəyişmir. Qarabağa gələn, ayağını yerə basan, unutmayaq, biz şəhidin sinəsinə ayağımızı basırıq. Onun qanını üstə çıxırıq. Bax, bugün hamı evindən çıxıb, içindən qarışır, bura gələ bilmişiksə, biz onlara borcluyuq. Onların yaşlı baş əyilən və hamıza deyirəm, gəlin, bir-birimizi sevək, içimizdəki ambisiyanı öldürək, ədalı iddialı olmayaq, əda və iddia insanı məhvə aparar. Xüsusən qadınlara deyirəm, əziz xanımlar, mən dövlət rəhbərinin səhifəsində yazmışam, bu uğurun qazanmasında Azərbaycan məktəbi və müəlliminə minnətdarıq. Çünki biz onları həyata hazırladıq. Bizə ona görə xoşbəxtdir ki, cəmiyyətdə hamı müəllimə borcludur. Birinci şəxsən tutmuş Eldar xanıma kimi. Hamının əlinə qələm verən, onu sevən, sevdirən müəllimin nüfuzuna heç kəs xələl gətirə bilməz. Bugün sevə-sevə gəldim, sizin qarşı çıxışdan qürur duyuram. Genç kızımızın çıxışından hər birinizə böyük hörmət və məhəbbətim var. Bunu bildirmək istədim. Sadəcə acizlərdən xahiş edirəm. İndi qələbəni qorumaq lazımdır. Biz bunu bir də itirsək, biz onu geri qaytara bilmərik. Bax, yumruq olmaq indi lazımdır. Unutma, niye geldin bugün bura? Özüme sual verdim. Bizim çok sevimli Şahin müəllim sual verirdi ki, hanım,
Sen bura niye gelmişsin? Məqsədin nədir? Niye geldiniz? Hamı evinden çıkıp uzak yerden gelmişik. O bizim isteğimizdir, marağımızdır, məqsədimizdir ki, vətənin bu qürurlu torpağını görək, ondan şərəf duyaq və onu bütün aləmdə tanıdaq. O oğulları, o insanları, o elm adamları, onlar bizim sərvətimizdir. Sizin hər biriniz bizim sərvətimizdir. Öpürəm hər birinizi, təşəkkür ederim.